İlk öncə özünüzü təqdim eləyin. Mən Abbasov Abil Abbasoğlu. Siz də Gəncədə bu küçənin adı nədir? Əli Məmmədov. Əli Məmmədov 15-də küçəsi 15. Yaşayıram. Bizim evimiz bərbad haldadır, yaşanmaz vəziyyətdədir. Nədən baş verib bu evin bu hala düşməyi? Raketdən. Raket vaxtı, raket atan vaxtı bu Sizə də 2020-ci ildə baş verib bu hadisə. 2020-də şey olubdu. Burada bir adam qalmadı, hamı çıxdı getdi, qorxudan qaçdı getdi. Bizim evimiz təmiz şeylər. İndi bir dəqiqənin özündə gecə yatdığımız yerdə də torpaq tökülüb patologdan. Tamamilə yararsız vəziyyətdədir. Bu bütün o tərəflərdə Dövlət qurumları siyahıya alıblar sizin mənzili. alıblar. Bizə şey eləyiblər. Bəlkə də 33-34 dəfə gedib gəlmişik şəhər salmaya. 3 dəfə prezident administrasiyasında olmuşam. Yoldaşımla bir yerdə. Ondan sonra nazirlikdə bəlkə bir 6-7 dəfə olmuşam. Hər yerə müraciət eləmişik. Prokurorluğa kimi müraciət eləmişik. Ev tən ortadan bu cür parçalanıb. Bəli. Keçib içəridən baxa bilərsiniz. Təmiz yararsız vəziyyətdədir. Bunda burada partlayıb. Yenə oradan da belə badaq vermişəm masını. Darvaza təmiz getmişdi o tərəfə. Təzədən çəkib hər tərəfə biraz düzəltmişəm. Ondan sonra bütün partlayır. Oradan partlayır, o tərəfə də partlayır. Buranın da bağlı yerləri həmin partlaman nəticəsində tökülüb. Tökülüb də. Amma bura yox, o tərəfdə şifil qırıldı. Qırıldı, ölüm yatmışam. Ölüm yatmışam. Bax. İçəri tərəfə də keçib baxaraq. Burada da yenə təzədən şeydir ki, oradan üstünə tökülmüşdü. Üst hissədən tökülmüşdü. Xəsarət sizə o hissəyə dəyib, bu hissəyə yox, yoxsa buranın təzə... Yox, bu hissə şeylə yəni mən evi alandan belə vəziyyətdə idi. Belə vəziyyətdə tikiliş eləməmişəm. Bir dənə buranı tikiliş eləmişdim. O da raket təmiz dağıtı, təzədən oradan özüm biraz iç yerinə şekerlər dəyişmişəm, düzəltmişəm. Sonra bax, burada da yenə partlayıb dayanın altında. İşıq yoxdur. Buranın namuskası necə oldu? Abi tatlıyım. Bax, burada da partlayıbdı yenə. Orada dağılıb da təmiz. O aynalar dağılmışdı, onu özüm bərpa eləmişəm. Tamamilə. Şu ayna şüşə qırıldı belə, yaxşı ki, ədyal tutmuşdular. Ədyal olmasaydı uşağı təmiz doğrayacaqdı, ikisini də. Uşaq burada yatmışdı. Uşaq burada yatırdı, biri oğlumla yatırdı, atasıyla yatırdı, bir də yoldaşıyla yatırdı, anasıyla yatırdı uşaq. Ədyal tutmasaydılar, bütün hamısını doğrayacaqdı. Bir də burada da yenə aynanın altında partlayıbdı, qalağını bağlamışıq. Bilmiyorum, əsas aparıcı divarlarınız çatlayıbdı da. Aysa oldu bir də bax o hissədə gördünüz oradan da partlayıbdı. Bir də